Səfalı MTK-dan mənzil aldılar, səfasını yox, cəfasını çəkdiyini deyirlər. Paytaxtın Xətai rayonu Məhəmməd Hadi küçəsindəki 4 binanın sakinləri Xəzər xəbərə müraciət ediblər. Onların narazılıqları yaşadıkları binanın idarə olunmasındakı problemlərdəndir. İddia edirlər ki, onların bu narazılığını nə MTK işidir, nə də aidiyyatı qurumlar. Bu qeyri-qanuni hərəkət nədir? Biz mənzili alanda o vaxtı bizə bu binada, hər binada 3 lift olacağını demişlər. O 3 lift olmadı. Ümumi işıqlanma problemi var idi. O işıqlanma problemini yaşayırıq. Məsələn, işıqlar sönəndə generatorlar ancaq obyektlər üçündür, mənzil sakinlər üçün deyil. Liftdə qalma ehtimallarımız çox olur. Liftlər çox bərbad gündədir. Liftlərin təmiri ilə bağlı servis də yoxdur. 15 ildir bu Səfalı MTK-nın sakiniyəm. Mən də buradan ev alanda ilk öncə çox sevindim ki, belə vədlər verilmişdi bizə. Bağ belə, bostan belə. Burada özbaşınalıq baş alıb gedir. Mən binanın 1-ci mərtəbəsində yaşayıram. Zirzibilin, iyindən, qoxundan evdə oturmaq, hətta yayda vapşı danışılası deyil bu məsələ. MTK Bakı şəhər salmanın təsdiq etdiyi layihədən kənarlaşma olub. Elementarlı bir söz deyim. Biz çox xahiş elədik ki, burada yolu enləsinlər bircə metrdə. Bir yanğın olanda oradan yanğın söndürən maşınlar gəlsin. Gələ bilər, baxın, sözünüz baxın. O tərəfdən qabağını kəsiblər yolun. Bu tərəfdən də bizim maşınlar da dayanıb. Qaraj yox. Qaraj olan da 100 manata verirlər, birində dolubdur. Sakinlər deyirlər ki, Səfalı MTK binanın həyətini ayrı-ayrı obyektlərə icarəyə verib. Bu da onların ciddi narazılığına səbəb olub. Adi biz taksi çağırırıq, 1 kilometr yolu getməliyik. Deyir, həyətə giriş yoxdur, maşınlar doludur. Yol torpaq yolu, ora bir maşın asfalt getmir. Torpaq yolu, uşaqlar, böyüklər gəlir, mən ayaqqabını bayırda çıxartırıram ki, yuyub salıram. Binanı verəndə elə danılarla vermişdi ki, ay belə olacaq, uşaq şəhərci olacaq, nə bilim, karusellər o heç nə də yoxdur. Layihədə biz görmüşdük, bunun həyəti var. İndi həyət yoxdur. Həyət yerinə bu 4 binanın ortasında qaleriya, maleriya, nə bilim, müxtəlif obyektlər tikiblər, icarəyə verirlər. Həyət yoxdur. Nə uşaq oynamaq üçün, nə böyük oturmaq üçün. Yol darlığı problemi var, giriş problemi var. MTK ümumiyyətlə bizim müraciətimizi buradan alır, buradan verir. Binanın komendantı Fuad Həsənovsa sakinlərin iddiaları ilə razılaşmır. Komendant pulu yığılırsa, burada kommunal pulu yığılırsa xidmət göstərilir. Buyurub bloklara da baxa bilərsiniz. Təmizliyi, xadimətçiliyi, yəni ora təmiz olur. Liftin işlənməsidir, enerjisidir, sərfiyatıdır, içinin bərpasıdır, hər bir şey. O işıqlar... Binanın generatoru yoxdur. Xeyr. Niyə təmin eləməmişsiniz? Vallahi o barədə bir söz deyə bilmərəm. Vallahi bu gün Xadnoy günüdür. Burada çirk nə görürsünüz? Yox, söhbət O tərəfə baxaq. Orada çirk nə görürsünüz, onun üstündə deyim, mən də deyim ki, niyə görə çirkdir? Səfalı MTK sədrinin köməkçisi İlqar Əliyev isə sakinləri liftdən səliqəli istifadə etməməkdə ittiham edir. Binanın həyətinin sakinlərə istifadəyə verilməməsi, həyətin giriş-çıxışında şlaqbaumun olmaması və sakinləri narahat edən digər problemlərə gəlincə, MTK sədrinin köməkçisi bu suallara aydınlıq gətirmək istəmədiyini bildirərək dəstəyi asdı. Sakinlər isə ümid edirlər ki, məsələ ictimailəşdiriləndən sonra problemləri qısa zaman ərzində həll olunacaq. Sevinç Vaqif qızı, Üzeyir Ağayev, Xəzər xəbər.